Qarşıdan yaz və yay ayları gəlir. Vitaminin bol qəbul olunduğu, eyni zamanda sərin meyvə şirələrindən çox istifadə etdiyimiz fəsillər. İşi həddən artıq olan və sağlam qidalanmağa çalışanlar üçün təzə sıxılmış meyvə suyu həm enerji qazanmaq, həm də gündəlik vitamin ehtiyacı tələbatını ödəmək üçün yaxşı bir üsul olaraq qəbul edilir. Lakin mütəxəssislər meyvənin özünü yeməyin şirəsindən daha xeyirli olduğunu deyirlər. Birinci, lif tərkibinin zənginliyi ilə bağlı olan bir səbəbdir. Çünki meyvələrin qabığı və pulpası, yəni meyvənin lətli hissəsi liflərlə çox zəngindir. Lif isə mədədə müvəqqəti toxluq hissi yaradır, qanda şəkərin miqdarını stabil saxlayır, həmçinin həzm prosesinin gedişatına müsbət təsir göstərir. Və bu liflər iki qrupa bölünür: həll olan liflər və həll olmayan liflər. Təzə meyvələrdə vitaminlərlə yanaşı selenium və fruktoza var. Fruktoza sağlamlıq baxımından günlük alınması vacib olan enerji miqdarının 15-20%-ni keçməməlidir. Məsələn, siz bir stəkan portağal şirəsi əldə etmək üçün gərək